A-nın hansı qiymətlərində ədəd 3-ə qalıqsız bölünür? 3-ə qalıqsız bölünməsi üçün rəqəmləri cəmi 3-ə tam bölünməlidir. 2 plus 7 plus 1 plus 5 plus 7 plus A bərabərdir. 22 plus A. Rəqəmləri cəmlədik. A-nın yerinə nə qoyacağımızı indi düşünürük. A-nın yerinə 2 qoysam, cavabım olur 24. Yəni rəqəmləri cəmi 24 olur. 24 3-ə tam bölündüyü üçün deməli ədəd 3-ə qalıqsız bölünəcək. A-nın yerinə 5 qoysam olacaq 27. 27 də 3-ə tam bölünür. Deməli 5 də ödəyir. A-nın yerinə 8 qoysam ədədimiz olur 30. 22 plus 8 30. 30 da 3-ə tam bölünür. Deməli 2 də ödəyir, 5 də ödəyir, 8 də ödəyir. Yəni A-nın yerinə hər 3 ədəd ola bilər. Cavabımız olur C variantı. Digər variantları yoxlasaz görəcəksiniz ki, həqiqətən də ödəməyəcək. Yəni 3-ə tam bölünməyəcək. Aşağıdakı ədədlər cütündən hansı qarşılıqlı sadədir? Qarşılıqlı sadə olması üçün onların yalnız bir ortaq böləni olmalıdır. Baxırıq A variantına. A variantında birdən başqa ortaq bölən var. Məsələn 2 var. Ona görə A olmaz. Qarşılıqlı sadə deyil. C variantında 9 və 12 birdən başqa ortaq böləni var. 3 var. Ona görə olmaz. Qarşılıqlı sadə deyil. D variantında 10, 14. Yenə 2 birdən başqa ortaq böləni var. O da 2-dir. Ona görə D variantda olmaz. Amma 11 ilə 13-ün birdən başqa ortaq böləni yoxdur. Yalnız 1-dir. Və ya deyə bilərik ki, bu ədədlər ardıcıl təşkil natural ədəd olduğu üçün qarşılıqlı sadədir. Aşağıdakı ədədlərdən hansı sadə ədəddir? Sadə ədəd o idi ki, yalnız 1-ə və özünə bölünən ədədlər sadə ədədlər adlanır. Baxırıq A variantına. A variantında 133 7-yə bölünür. Yəni ona görə də sadə deyil, mürəkkəbdir. Yəni 1-dən və özündən başqa bir ədədə bölündü. C variantı 153 9-a da bölünür, 3-ə də bölünür. Ona görə mürəkkəb ədəddir, olmaz. B variantında 141 3-ə bölünə bilir. Ona görə B variantı da olmaz. Amma D variantında 161 yalnız özünə və 1-ə bölünür. Ona görə də 161 qarşılıqlı sadə ədəddir. Daha doğrusu sadə ədəddir. Yəni cavabımız olur D variantı. Keçirik 4-cüyə. Bizə ədəd verilib, deyir 5-ə və 9-a qalıqsız bölünürsə, x-in ala biləcəyi ən böyük qiyməti tapın. 2x 5y. Biz burada bilirik ki, 5-ə bölünməsi üçün y ya 0 ola bilər. Yəni 2x5 0 ya da y 5 ola bilər. Çünki demişik ki, 5-ə bölünmə əlaməti sonu ya 0 ilə bitməlidir, ya 5 ilə bitməlidir ona görə. Burada bu iki hala baxacaq. Birinci hal budur, ikinci hal budur. 9-a bölünmə əlaməti isə cəmi 9-a bölünməlidir. Məsələn, burada toplasaq olacaq 7 plus x. Burada cəmi toplasaq olacaq 12 plus x. Hər iki hala baxırıq ayrılıqda. Burada x-in yerinə biz 2 qoysaq, 9-a da bölünür bu ədəd. Bax, bu verilmiş ədəd. 5-ə də bölünür. Burada x-in yerinə 6 qoysaq, yenə eyni şəkildə bu 2 ədəd 9-a da bölünür. Yəni 2655 eləyir. 9-a da bölünür, 5-ə də bölünür. Amma bizdə ən böyük qiymətini, yəni x-in ən böyük qiymətini soruşduğu üçün 6-nı götürürük. Ən kiçik desəydik 2-ni götürəcəkdik. Cavabımız olacaq 6. Baxırıq 5-ci suala. Əçob AB bərabər 15 olarsa, aşağıdakı A aşağıdakılardan hansı ola bilməz? 15-i sadə vurğulara ayırsaq, bərabərdir 3 vurulsun 5. Biz elə bir cavab götürməliyik ki, orada 3-dən və 5-dən başqa bir ədəd də olmalıdır. Məsələn, A-da 3 və 5-in hasilidir. C-də yalnız 5-dir, D-də 1-dir. 1 də ola bilər. Məsələn, belə bir şey ola bilər. Əçob 1 15. Cavab olacaq məsələn 15. Deməli 1 də ödəyir, amma 10 ola bilməz. Çünki onun daxilində 2 vurğu var. Ona görə əçob 10 ola bilməz. Cavabımız olacaq B variantı. Sonuncu sualımıza baxaq. Əçob A15 vurulsun əbob A15 bərabərdir 300. Biz əçob AB vurulsun əbob AB bərabərdir AB. Belə bir düstur bilirik. Əçob AB vurulsun əbob AB bərabərdir A vurulsun B. Bu düsturu tətbiq etsək yazacaq ki, 15 vurulsun A bərabərdir 300. Çünki bizə 300 verib. A-nı tapsaq, vuruq, hasil. 300-ü bölürük 15-ə, edir 20. Bizdən də A-nı soruşur, cavabımız olacaq D variantı.